Təsəvvür eləyin, ABŞ-da bir konqresmen Kentucky'dən Thomas Massey çıxıb deyir, NATO'dan çıxaq. Bu SSR-dən qalma köhnə relikdir. Pulları özümüzə xərcləyək. Bəli, bu həqiqətən də baş verib. Özü də bu yaxınlarda. HR 6508 saylı layihənin yetərli səs qazanacağı ehtimalı azdır. Amma belə təklifin özü belə ABŞ-da siyasi zəlzələdən xəbər verir. Trumpın daha əvvəl danışdığımız Danrod doktrini ilə birləşdirəndə hər şey yerinə oturur, yox? Gəlin qısaca NATO'nun yaranma tarixinə baxaq. 1949-cu il 2-ci Dünya müharibəsindən sonra ABŞ, Kanada və 10 Avropa ölkəsi gəlin ruslara qarşı birləşək deyib bu təşkilatı yaradır. Rəsmi səbəb SSR-nin kommunizm təhlükəsi, amma burada başqa söhbət də var. Nüvə bombası artıq 4 ildir ki icad olunub. Bununla bağlı Oppenheimer filmini izləyin. Nolan super çəkib. Avropadakı vəziyyət isə müsibət. Tarixin ən qanlı arenası. Fransa ilə Almanya Elzas və Lotaringiya uğrunda. İngiltərə ilə İspaniya Cəbbəltarıq boğazına görə. Polşa ilə Almaniya Qdanska görə 100 illərdir ki bir-birini yeyir. Biz Qarabağdan danışırıq, amma onların qonşu qırğını serial kimi əsrlərdir davam edir. İndi bu ölkələr nüvə silahı alsın. Biri 100 il əvvəlki torpağımı qaytar deyib düyməni basacaq və Çernobıla qəzadan 40 il sonra hələ də giriş qadağandır. Fukushima isə okeanı zəhərləməyə davam edir. Bu söhbətlərin fonunda müharibədən güclənərək çıxan ABŞ darmadağın olmuş Avropaya deyir: "Brat, silahı buraxın. Təhlükəsizlik bundan sonra mənlidir. Siz gedin iqtisadiyyat qurun, sosial rifah yaradın." Layihənin adı Marshall planı idi. Avropada nə desən baş üstə deyib gedir mikrorayon tikməyə. Nəticə ABŞ SSR-yə qarşı Avropada super alyans qazanır. Avropa isə pulları silah yerinə yola, Şengenə, avronun yaradılmasına xərcləyir. Hamı xoşbəxt. Amma SSR-i sən götür 1991-ci ildə dağıl. Rusiya 30 ildir ki sosialist nədir? Kapitalist. Bəzən ABŞ-dan da daha vəhşi kapitalist ölkədir. Sosializmin yeni kralı isə Çindir. O da təhsillikdən Asiyada. Avropa Çinə qarşı plazdarm üçün uyğun deyil. NATO artıq ABŞ üçün köhnə sevgili statusuna düşüb. İndi ABŞ NATOdan çıxsa, qlobal təhlükəsizlik bomba basay. Belə bir perspektiv Avropa üçün qısa, bütün dünya üçün isə uzun müddətdə böyük risklər yaradan söhbətdir. Amma bu artıq başqa bir Reels mövzusudur. Dostlar, siz isə kanalımıza abunə olun, like atın, komment yazın. NATO ümumiyyətlə lazımdır. Sənə əcda lazımdır. Diqqətiniz üçün çox sağ olun. Görüşərik.